90-cı illər Azərbaycanın ən deməli azad dövrü olmuşdu. Bu elədir. Əgər müqayisə edəndə mən sizə deyə bilərəm ki, bu Azərbaycanda 90-cı illər Londonda 60-cı illər kimi deməli mənim üçün budur. Çünki əgər sən milli televiziyada uzun saçlı sürmələrlə, yəni böyle özdə bir dəfə yox, bizdə rotasiya olmuşdu. Radioda, televiziyada, Space'dən, Aynas'dan, Astro'dan tutmuş, böyük konsertlər, nəinki klubda yox, meydanda, şəhərin içində, open air. Yəni biz bunları nəinki görmüşük, biz deməli demək olar ki, birinci və axırıncı qrup biz olmuşduq ki, belə məsələlərə yol verdik. Ya təəssüflər olsun, bizdən sonra bu məsələlər tam başladı deməli aşağı səviyyəyə düşməyə və səbəbi bilmirəm. Amma düşünürəm ki, bu çox təəssüflər olsun, yəqin ki, siyasətdən asılıdır.